Salam, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Sizlərə marşrut yolunun tam kənarında yerləşən, münasib bir qiymətlə təklif olunan, eyni zamanda ipoteka yolu ilə də təklif olunan çox gözəl 4 otaqlı, əla təmirli həyət evimizi təqdim edirəm. Baxın, marşrut yolunun tam kənarındadır. Bu gördüyünüz evlər artıq satılıb. Cəmi hazır evlərdən, baxın bu ev qalıb, 3 evimiz satılıb, cəmi baxın bu ev qalır. Həyətində belə bir gözəl naves yığılıb ki, heç bir qonşu həyəti görmür, yerdən kürsülüdür. Hər mərtəbəsi monolit betondur və hər mərtəbəsi istipolla təchiz olunub. Çox gözəl bir təklifdir. Ünvan Masazır qəsəbəsi 569 nömrəli marşrut yolunun tam kənarı 6 saylı məktəbin tam yaxınlığında yerləşir. 2 maşınlıq belə bir həyət yanı sahəsi var. Uzaqdan pultu ilə idarə olunan jalüz darvaza. Yerləşmə yeri çox əlverişli bir ərazidir. Qiymət də çox münasib bir qiymətdir. Nağd şəkildə evimiz təklif olunur. 100.000 manata qiymətdə endirim olacaq. Məhdud saydadır. Qeyd edirəm ki, bu evlər satışda çox qalmır. Çünki marşrut yolunun tam kənarındadır. Məktəbə və marketlərə çox yaxın ərazidə yerləşir. Həyət də baxın belədir. Gördüyünüz kimi heç kəs həyəti görmür. Çox gözəl bir yerdə yerləşir. Evin daxili təmiri də həqiqətən də çox əladır. İkinci mərtəbəyə qalxan pilləkənləri monolit betondur və birinci mərtəbədə geniş dəhliz sahəsi və bu evdə böyük bir üstünlük nədir? Böyük üstünlüklərdən biri evdə hər mərtəbənin istipolla əvəz olunması və hər mərtəbənin monolit betonla təchiz olunmasıdır. Təmiri çox gözəl, çox səliqəli. Qiymət 100.000 manata məncə yaxşı bir qiymətdir. Yəni marşrut yolunun üzərində olduğuna görə çox yaxşı bir qiymətdir. Gördüyünüz baxın bu hissələr hamısı qranit daşlarla üzlənib və sanuzel, belə bir sanuzel var. Evimiz qoşadaşla tikilib. Baxın buradan da sizlərə təqdim edeyim. Baxın qoşadaşla tikilib. Buranın pəncərəsi qoyulacaq. Kollektor sistemi gördüyünüz kimi baxın burada yığılıb. İndi isə sizlərə qalxaq ikinci mərtəbəni təqdim edim. Bu evə ipoteka yolu ilə də sahib ola bilərsiniz. İpoteka yolu ilə, yəni qiymət olmayacaq, qiymət yüksək bir qiymət olacaq. Onu yəni bank yolu ilə danışılacaq. Yəni ev sahibi özü ipotekaya salır. İlkin ödəniş 50.000 manat ödəyirsiniz. Qalan məbləği banka ödəyirsiniz. Evin qiyməti tam başqa bir qiymət olacaq. Yəni, nağd qiymət olaraq münasib bir qiymətdir. Əgər aylıq qazancınız yüksəkdirsə, bu evə kredit yolu ilə də sahib ola bilərsiniz. Bu hissədə yerləşir növbəti sanuzel və ikinci mərtəbəmiz. Burada da qeyd etdiyim kimi ev ümumi istipolla təchiz olunub. Qaza qənaət baxımından böyük bir üstünlükdür. Və yataq otaqlarından digəri və sonuncu yataq otağımız ki, heyvan sahəsinə çıxışı var. Baxın, mən buradan sizə marşrutda göstərim. Baxın, marşrut gördüyünüz kimi gedir. Evin düz qarşısından marşrut keçir. Məktəbə yaxındır, əla bir ərazidə yerləşir. Dəyərli izləyicilərimiz, Səhət Kupçadır, qaz, su, işıq, kanalizasiya var, zəng edib maraqlana bilərsiniz.